Çox təşəkkür edirəm, hörmətli dövlət rəsmiləri, hörmətli qonaqlar, hörmətli layihə iştirakçıları, xanımlar və cənablar, hamınızı ürəkdən salamlayıram və bu yeni dünyaya açılan bu qapıdan keçmək bugün mənə də qismət oldu və burada yaşayanlardan fərqli olaraq mən bura 2 dəfəli gəlmişəm və həqiqətən də maraqlıdır. Bəlkə də bizim üçün sadəcə maraq kəsb edir, amma gənclərimiz üçün, uşaqlarımız üçün, böyüyən nəsil üçün bu həyatı vacib bir keçiddir. Yeni dünyaya keçmək üçün, yeni tələblərə cavab vermək üçün, özünü ona hazırlamaq üçün. Mən əlbəttə təşəkkür edirəm tədbirin təşkilatçılarına, artıq 3-cü olsa da mən 2-ci dəfəli burada iştirak edirəm və birinci yarışmadan da çox böyük təəssüratlarla ayrılmışdım. Həqiqətən insanın qəlbi fərəhlə dolur və inamlı, özgüvəni böyük, çox böyük hədəfləri qarşısına alıb ona getməyə gücü çatacağını düşünən və buna inanan, inamla yola çıxan gənc qızların, oğlanların gözlərinə baxmaq, onların həyat eşqini duymaq və gələcəyin kimlərin əlində olduğunu öz gözünlə görmək bizi sevindirir və burada vurğulandı mənim fəaliyyətim bütün insanlarla kəsişir. Ahıllarla da, yaşlı cavanlarla da, uşaqlarla da, qadınlarla da. Demək olar ki, ölkənin bütün əhalisinin bu və ya digər məsələsi bizim fəaliyyət istiqamətimizə aiddir. O baxımdan insan, onun özünün inkişafı, insan kapitalı kimi formalaşması və ən yüksək standartlara cavab verməsi və özü-özünü yeniləməsi üçün atılan bu addımları mən yüksək dəyərləndirirəm. Ona görə yox ki, bu yenilikdir, ona görə ki, bu çox vacib bir istiqamətdir. Və biz bunları etməsək, bunları sürətli etməsək, o yenilənmələrin özünün sürətinə çatacaq bir sürət kəsb etməsək, hesab edirəm ki, geriyə qala bilərik. Bu yolda, bu sürətli inkişaf yolunda gənclərimizə yardımcı olanların hər birinə böyük minnətdarlıq hissini vurğulamaq istəyirəm. Eyni zamanda qeyd edirəm ki, biz əlbəttə uşaqların, gənc qızların, qadınların, ailələrin sosial-iqtisadi məsələlərini, hüquqi məsələlərini, üzləşdikləri çətinlikləri asanlaşdırmaq üçün dövlətin siyasətinin yerilməsi ilə məşğuluq və əlaqədar qurumların fəaliyyətini koordinasiya edirik. Ona görə də insan inkişafının bu və ya digər istiqamətləri ilə biz demək olar ki, hər gün rastlaşırıq və fəaliyyətimiz bir-birini tamamlamalıdır. O baxımdan mən düşünürəm ki, yüksək standartlara cavab verən kommunikasiyalar, burada hansı ki siz vurğuladınız, orta dəhliz yolu üzrə baş verən dəyişikliklər, o sürət, o dinamik fəaliyyət əlbəttə ki, bizi təkcə buranın sakinləri kimi maraqlandırmamalıdır. Həm də biz bura həm yeniliklərin gəlişi, həm də buradan bizim yeniliklərimizin paylaşılması işində maraqlıyıq. O baxımdan bütün bu çarpaz hərəkətlər içərisində öz yerini düzgün müəyyən edib, həm gün batana, həm gün çıxana eyni güclə, eyni şövqlə baxan insanları yetişdirməliyik. O insanlar bizim gələcəyimizdir, onlar bugünkü gənclikdir, bizim uşaqlarımızdır, hər birimizin evində böyüyür. Biz də onların sürətinə çata bilmirik ki, onların klaviaturada iş sürətinə mən ümumiyyətlə ömrüm boyu çata bilməyəcəm, ən azı mən bunu söyləmək istəyirəm, amma istəklərim, arzularım onlarla bərabər sürətə malikdir. Arzu eləyək ki, övladlarımız çox uzaq hədəflərə planlar qursunlar, onlara çatmaq üçün çalışsınlar. Biz də dövlət olaraq əlbəttə bütün infrastrukturu yaratmaq, bütün təminatları etmək, bu sahədə hüquqların, öhdəliklərin tam yerinə yetirilməsi üçün samballı mexanizmlər yaratmaq və ən əsası onları sabaha inamla doldurmaq işinə xidmət edək. Mən buradakı yarışmaya qatılanları, oradan qalib çıxanları və bu işin təşkilatçılarını ürəkdən təbrik edirəm, arzu edirəm ki, növbəti belə yarışmaların da iştirakçısı olaraq sağ olun, təşəkkür edirəm.